Günaydın dostlar. Avro oyunlar başa çatdıqdan sonra Azərbaycanda iri həcmli kapitalı olan biznesmenlərin həbslərinə yenidən start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayının 15-də Beynəlxalq Bankın bundan sonra işləmək haqqında imzaladığı qərarı banka kredit borcu olan oliqarxlar arasında təşviş yaratmışdır. Baxmayaraq ki, oyunlar zamanı həbs etmə halları səngimişdir. Prezidentin imzaladığı bu qərar bir daha onu göstərir ki, artıq növbə iri həcmli kapitala malik olan biznesmenlərə çatmışdır. Bu barədə Minval Az sayti yazıb. Bu materialda qeyd edildiyi kimi, Azərbaycan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin dediklərinə əsasən hökumət kreditləri qaytarmaq üçün ciddi addımlar atmağa başlayır və bu da növbəti həbslərlə nəticələnəcək. Qəribə ölkə, acayip hökumət və dözümlü xalq. Azadlıq Radiosunun verdiyi xəbərə görə Azadlıq qəzetinin mühazirətdə olan baş redaktoru Qənimət Zahidin qardaşoğlu həbs edilmişdir. Verilən xəbərə görə polis işçiləri Rüfət Zahidi birbaşa iş yerindən tutub aparmışlar. Tutulanın atası Fərasət Zahid onların evinə bir neçə gün əvvəl nəzarətin olmasını və indi də Rüfətin tutulmasını demişdir. Rüfətin iş yoldaşları onu narkotika qarşı mübarizə idarəsinə aparmasını öyrəndiklərini demişdir. Qənimət Zahid bu həbs etməni jurnalistlərə verdiyi müsahibəsində ona təsir və təzyiq göstərməklə əlaqələndirmişdir. Azərbaycan. Vəkillər məhkəmədə Leyla Yunusun zindanda ölüm halında olmasını ispat edə bilməmiş və Avroparlamentin üzvləri də heç nə ilə kömək edə bilmədilər. İyulun 15-də məhkəmə Əfqan Yusufun sədrliyi ilə Azərbaycan hüquqşünasları Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi ilə bağlı məhkəmə məsləhətləşməsi keçirmişdir. Turan Agentliyinin verdiyi xəbərə görə məsləhətləşmə çox yüksək təhlükəsizlik fonunda keçmişdir. Jurnalist və xarici diplomatlardan əllərində olan çanta və telefonlar, həm də şəxsiyyəti təsdiqləyən vərəqlər məhkəmə məsləhətləşmə zamanı müsadirə edilmişdir. Vəkil Ramiz Məmmədovun qeydinə əsasən Leyla Yunusun ağır xəstə olmasını beynəlxalq mütəxəssislər də təsdiq etmişlər. Bu materialda həm də tənəffüs əsnasında Leyla Yunus özünün xəstəliyi barəsində şikayətlənmiş, həm də zindanda ona qarşı mütəmadi fiziki işgəncələrin olduğunu demişdir. Cəmi yarım il ərzində Azərbaycanın ixracı 45%-ə enmişdir. 2015-ci ilin birinci yarım ilində keçən ilin analoji fərqi ilə Azərbaycandan neftin ixracı 29% azalmışdır. Bu, minvalla ixrac 245,3% azalmış və 600 milyon dollar məbləğində olmuşdur. Bu barədə Azərbaycanın Haqqın Azadlığı informasiya portalı rəsmi dövlət kömrük orqanının statistikasına əsaslanaraq xəbər yaymışdır. Turan İnformasiya Agentliyi öz növbəsində Azərbaycanın xaricdə mal dövriyyəsinin 2015-ci ildə 2014-cü illə fərqində 28,29% endiyini və bunun da 10,930 milyar dollar həzmində olduğunu xəbər verir. Ekspert. Bakı ilə Vaşinqton arasında münasibət insan haqlarının kobud surətdə pozmaq fonunda pisləşmişdir.
Bakı ilə Vaşinqton arasında münasibət keçən ilin əvvəlindən gözlənilməz dərəcədə pislənməsində insan haqlarının Azərbaycanda kobud şəkildə pozulduğu və Qərb demokratik institutlarına qarşı orta əsr feodal məfkurəsi şəklində davranmaları səbəb olmuşdur. Bu barədə Azərbaycanın Turan İnformasiya Agentliyinin verdiyi xəbərinə əsasən Brookings.com institutu nəzdində olan Amerikanın və Avropanın tədqiqat mərkəzinin direktoru Fiona Hill bəyan etmişdir. Necə bu materialda qeyd edildiyi kimi iyul ayının 15-də Vaşinqtonda Qərbin Cənubi Qafqazda siyasətinə həsr etdiyi bu konferansda Fiona Hill hər iki tərəfin gözlənilməz və özünü doğrultmayan bu amilləri təəssüf edici adlandırıb. Bir qrup Avropa hüquqşünasları. Azərbaycanda hər birimiz hüquqşünas İntiqam Əliyevin apardığı işinə görə həbs oluna bilərdik. 24 Avropa dövlətindən 100-ə yaxın hüquqşünasın Azərbaycan prezidentinə hüquqşünas İntiqam Əliyevin səhhəti ilə bağlı özlərinin narazılıq və narahatçılıqlarını bildirən məktubunu yollamışlar. Onun dərhal azad etməsini tələb etmişlər. Bu barədə Qafqaz Uzul xəbər yayılmışdır. Materialda qeyd edildiyi kimi, prezidentə ünvanlanan bu məktubda insan haqlarının Fond Domov Beynəlxalq Təşkilatının iştirakçıları olan bir qrup hüquqşünasları, həmkarları İntiqam Əliyevin saxta ittihamlarla həbs olunması barəsində narahatçılıqlarını bildirmişlər. Azadlıq. Azərbaycan hökuməti qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar süni şəkildə yalançı azad namizədlərin sayını artırır. Avropa parlamentinin heç bir üzvü Azərbaycanda baş tuta biləcək qarşıda gələn parlament seçkilərində azad nəzarətçi sifətində iştirak etməyəcəklər. Bu barədə Azadlıq qəzeti yazır. Yazılan materiala əsasən bu hökumətin və hakim partiyanın təlaş və təşvişinə səbəb olmuşdur və hökumət seçki siyahısını nəzərdən keçirdib süni sürətdə yalançı azad namizədlərin sayını artırmaqdadır. Belə halda yəqin iqtidar yönlü və yapın namizədlərinin seçkidə iştirak etmələri yox halına inəcək, yazır qəzet. Küsməyin yeridir mi yar, küsməyin yeridir mi yar, ürəyini aldan etdi. Ürəyini aldan etdin, heç küsməyin yeridir mi yar, küsməyin yeridir mi yar. Akşam düşür, şəhər qarışır, sahil bağır, aşım daşır. Aşımı daşır. Hamı küsənlər barışır, hamı küsənlər barışır, hamı küsənlər barışır, hamı küsənlər barışır. Heç küsməyin yeridir mi yar, küsməyin yeridir mi yar, heç küsməyin yeridir mi yar, küsməyin yeridir mi yar.
küsənlər barışır. Hamı küsənlər barışır. Hamı küsənlər barışır. Heç küsməyin yeridir mi ya? Küsməyin yeridir mi ya? Heç küsməyin yeridir mi ya? Küsməyin yeridir mi ya? Heç küsməyin yeridir mi ya? Küsməyin yeridir mi ya? Heç küsməyin yeridir mi ya? Küsməyin Salam dostlar. Məhkum atası oğluma deyiblər ki, əgər pul verməsən, sənin lüt şəklində çəkilmiş videonu məhkumlara göstərəcəyik. 13 saylı cəza çəkmə müəssisəsində saxlanılan məhkum Rövşən Qəriboğlu Əmirova işgəncə verilib. Bu haqda onun atası Qərib Əmirov məlumat verib. O deyib ki, oğluma işgəncə verən müəssisənin dəstə rəisi, baş ədliyyə leytenantı Elman Nuriyev və onun köməkçisi məhkum Təlman Arifoğlu Rəsulovdur. Məhkum atasının sözləyinə görə, iyulun 8-də görüşdən sonra oğlundan 5 manat istəyiblər. O da deyib ki, pulu yoxdur. Bundan sonra onu Elman Nuriyev otağına aparıb və orada ona işgəncə verib. Elman Nuriyev oğlumun əllərini tutub, köməkçisi isə 15-lik dəmir su borusu ilə onun börəklərinin üstünə vurub. Huşu itəndən sonra isə paltarlarını çıxarıb lüt şəklində videoya çəkiblər. Oğluma deyiblər ki, əgər pul verməsən, sənin lüt şəklində çəkdiyimiz videonu məhkumlara göstərəcəyik. Oğlundan əvvəl Ceyhun adlı məhkumun videosunu çəkib göstəriblər. Oğlum müəssisə rəisinə bu haqdan məlumat verib. Qaradağ rayon prokurorluğuna da şikayət etmişik, deyə məhkumunun atası bildirib. Bir neçə il öncə İsmayıllı rayonunda baş vermiş məlum hadisələrdən sonra Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov icra başçısı vəzifəsindən azad edildi. Yeni sakinlər onun yerinə təyin olunan Mirdamad Sədixovdan rayonda mövcud olan köhnə problemləri həll edəcəyini və əhalinin rifahını yüksəldəcəyini gözləyirdilər. Lakin aradan keçən 2 il ərzində İsmayıllı rayonunda müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Əksinə, Nizami Ələkbərovun xələfi rayonu yeni problemlərin ağuşuna atıb. Qeyd edək ki, Mirdamad Sadıxov bu vəzifəyə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru işləyirdi. Apardığımız artırmalar zamanı məlum oldu ki, geridə qalan vaxt ərzində İsmayıllı cəmaatı başçının fəaliyyətini heç də rəğbətlə qarşılamayıb. O rayona başçı təyin olunandan bütün görüşlərində, tədbirlərində milyonlardan danışır ki, rayonumuza bir belə pul ayrılıb. Ancaq bizlər bu milyonlardan heç bir fayda görə bilmirik. Başçının bütün yaxın ətrafı az müddətdə varlanıb, yüksək imkan sahibi olub. Mirdamad Sadıxovdan soruşuram, bu milyonlar ayrılıbsa hanı, ayrılmayıbsa bu yananları kimə deyirsiniz? Ona deyirəm ki, evim uçur, o da yanında oturan məmurlara göz vurub mənə bankada dərman təklif edir. Ona söz deyən kimi deyir ki, tez-tez qəbula gəlməyin, ürəyim xəstədir. Xəstəsinizsə bu vəzifədə nə işiniz var? İşləyə bilmirsiniz, əl çəkin, qoyun bazaranlar işləsin, deyən arazı sakinlərdən biri şikayətində vurğulayıb. Sabir adına pedaqoji kollec rüşvət yuvasına çevrilib. Təhsil ocağında açıq şəkildə tələbələrdən semestr qabağa pul tələb olunur və onlarla sərt leksikonda danışılır. Gestapo rejimində olduğu kimi bu kollecdə də ağır şərtlər hökm sürməkdədir. Tələbələrin şikayətinə məhəl qoyan yoxdur. Bu haqda məlumat verən bir qrup tələbənin sözləyinə görə, Təhsil naziri Mikhail Cabbarov sözü qədən məktəbdən daxil olan şikayətləri araşdırmır. Onların dediyinə görə, baş prokurorluq yanında korrupsiya qarşı mübarizə idarəsi təftiş etsə, rektorun və şöbə müdirlərinin qanunsuz əməllərini ifşa edə bilər. Kollec direktoru Nurlana Əliyevanın tapşırığı ilə şöbə müdirləri və qrup rəhbərləri tələbələrə xəbərdarlıq edirlər. Bununla yanaşı, imtahanlardan keçmək üçün lazım olan pulun həcmini də deyirlər. Kim tələb olunan pulu vermək istəməsə,
müxtəlif yollarda təzyiqlərə məruz qalır. Tələbələr də deyirlər ki, təzyiqlər həqiqətən var və vaxtında rüşvəti çatdırmanın yaxud bir hissəsini gecikdirənlər otağa salınaraq həddə qorxuya məruz qalır. Nurlana Əliyevə isə himayəçiliyinə güvənərək kollecdə at oynadır. Məlumatda bildirilir ki, Nurlana Əliyeva dərsə davamiyyətinin aşağı salınmasında xüsusi marağı var. Çünki dərslərə gələn tələbələr imtahan sessiyasını uğurla başa vurmaq üçün 500 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat civarında müəyyənləşdirilib. Dövlət imtahanı verən tələbələr isə daha ciddi problemlə üzləşiblər. Belə ki, onlara qarşı daha sərt mövqe tutulur və yüksək məbləğdə pul tələb olunur. Zaqatala rayonunun meşə məsivlərində ağacların kütləvi şəkildə qırılması prosesi daha da sürətləndirilib. Yerli əhali isə nadir və qiymətli ağac növlərinin məhv edilməsində rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru İqbal Əliyevi günahkar bilirlər. Gələn şikayətlərə görə Zaqatalada son illər meşələr vandalcasına məhv edilir. Rayon cəmiyyəti bununla bağlı müvafiq instansiyalara çoxsaylı müraciətlər edib. Amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. İqbal Əliyev rayon meşə mühafizəsi və bərpası müəssisəsinə müdür vəzifəsinə keçəndən az bir müddət ərzində bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə Zaqatala meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları siravi adamlar deyirlər. Zaqatala meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən səxlərdən ibarətdir. Təkcə mənim adıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Sən də təkcə mənim adıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Sənsiz dağ döşünə çıxdım bu səhər, öptü qumru kimi gür şəlalələr. Dünya yalqızsan, sordu lalələr. Qövretdin iskilim yadıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Qövretdin iskilim yadıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Gözlərim yoldadır, qulağım səsdən. Səni unutmaram mən son nəfəsdə. Ey ceyran baxışlım, ey boyu bəstə. Ey tazə tər gülüm yadıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Ey tazə tər gülüm yadıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Yadıma düşdün.
Salam, hörmətli televiziya tamaşaçıları. Talışistanın Milli Televiziyasının efirində sizinlə növbəti söhbətimizə gəlməyimə çox şadam. Sizi deyib gəlmişəm, ey bizim türk dilli qonşularımız. Hər şeyi öz adı ilə çağıraq. Rubrikasında Azərbaycan Respublikası adlanan dövlət haqqında öz söhbətimizi davam etdirirəm. Bugünkü söhbətimizin mövzusu belə olacaqdır. Klassik elmi mənada Azərbaycan Respublikasını dövlət adlandırmaq olar ya yox? Qoy tamaşaçılar bu sözümdən təəccüblənməsinlər. Məsələni, sualı belə qoymağımdan təəccüblənməsinlər. Necə yəni? Azərbaycan Respublikasını dövlət adlandırmaq olar ya yox? Axı bu faktik bir dövlətdir. Bu dövləti dünyanın çox-çox dövlətləri, beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı və s. çoxdan tanıyıbdır. 24 ildir bu dövlət faktik mövcuddur. Dövlətin atributları ilə bir yerdə. Amma məsələni bu cür qoymaqla məsələyə bu cür yanaşmaqda mənim məqsədim var. İndi danışaram və bizim hörmətli tamaşaçılara da aydın olar ki, məhz nəyə görə mən bu sualı qoyuram ortaya. Ona görə də baş ağrısı da olsa, hörmətli tamaşaçılara əvvəl dövlət nəzəriyyəsi haqqında danışmaq istəyirəm. Yəni elmdə, siyasi elmdə, hüquqda dövlət nədir? Hansı siyasi quruma dövlət deyilir və onun əlamətləri hansılardır? Hansı əlamətlər, atributlar olmalıdır ki, biz hər hansı bir siyasi quruma dövlət deyək? Onu deyim ki, müasir dövlət nəzəriyyəsi 19-cu əsrin sonlarında formalaşıbdır. Bunun mənası o demək o deyil ki, əvvəl olmayıbdır belə bir nəzəriyyə. Dövlət və onun haqqında elmi nəzəriyyələr tarix boyu həmişə olubdur. Dövlətin özü bir siyasi qurum kimi başqa adlarla adlandırılsa da, qədim Şərq, qədim Yunan, qədim Roma və s. filosoflarından üzübəri həmişə dövlət haqqında müxtəlif nəzəriyyələr olub, ancaq bizim bu televiziya proqramımızın çərçivəsində onların hamısı haqqında danışmaq təbii ki, qeyri-mümkündür. Ona görə də mən biraz yaxından başlayıram. Müasir dövlət nəzəriyyəsi 19-cu əsrin sonlarında formalaşıbdır. Bəs 19-cu əsrin sonlarına qədər bu nəzəriyyənin əsas müddəaları nədən ibarət idi? Bunlar haqqında da biraz danışım ki, müqayisə aparmağa yerimiz olsun və hörmətli tamaşaçılara daha yaxşı aydın olsun ki, mən niyə görə məhz bu haqda danışıram sizinlə. 19-cu əsrin sonlarına qədər elmdə belə hesab olunurdu ki, dövlətin 3 əlaməti olmalıdır. O 3 əlamət varsa, deməli, həmin siyasi qurum dövlətdir. Bu əlamətlərin birincisi ərazi, ikincisi əhali, üçüncüsü isə müvafiq dövlət aparatı.
Azəri türkçəsində desək, iqtidar. Bu üç əlamət olanda həmin siyasi quruma dövlət deyilirdi. Yəni, müəyyən sərhədlər daxilində bir ərazi, həmin ərazidə yaşayan müəyyən sayda əhali və həmin sərhədlər daxilində bu əhalinin rifahını, təhlükəsizliyini təmin etməklə məşğul olan dövlət aparatı. Buna dövlət deyilirdi. Belə məlum olurdu ki, əgər istənilən bir təsadüfi əhali qrupu gəlib müəyyən bir ərazidə, müəyyən bir torpaqda məskunlaşırsa, müəyyən dövr orada yaşayırsa, bu olur onun və burada o siyasi iradəsini həyata keçirirsə, bu olur onun dövləti. Əvvəlki nəzəriyyə təqribən belə idi. Qısa formada desəm. 19-cu əsrin sonlarından başlayaraq həmin nəzəriyyəyə bir sıra vacib müddəalar, dəyişikliklər əlavə olundu. Nədən ibarətdir bunlar? Yenə də üç əlamət var. Bu üç əlamət əsasında siyasi quruma dövlət deyilir. Amma fərq nədən ibarətdir? Birincisi, ərazi söhbəti aradan götürüldü. Yəni o vaxt, o mənada yox ki, ərazi gəli olmasın. Xeyr. O ərazi dövlətin, bu və ya başqa bir dövlətin atributu, onun əsas əlamətlərindən biri hesab olunur ki, həmin ərazi, həmin xalqın öz vətəni olsun. Əgər ərazi vətən deyilsə, onda o ərazi dövlətin əlaməti hesab oluna bilməz. Məsələn, fikrim aydın olsun deyən belə bir misal gətirim. Hələ bizim indi yaşadığımız Azərbaycan dövlətinin vətəndaşlarının təqribən yarısına qədəri, ən azı 4 milyon nəfəri bu Rusiya Federasiyasının ərazisində yaşayır və burada işləyir, özlərinə çörək pulu qazanırlar. Təqribən 4 milyon olmasın, 3 milyon olsun. Dövlətlər var ki, əhalisi 100 mindir. Dövlət var, əhalisi 30 mindir, 50 min nəfərdir. Amma dövlətdir. Amma burada 3 milyon əhali yaşayır. Madam, əgər köhnə nəzəriyyə ilə bunu götürsəydi, belə çıxırdı ki, onda bu 3 milyon əhali deyə bilər ki, bu dövlət bizimdir. Bəs niyə deyə bilmir? Çünki bu ərazi onların vətəni deyil. Onların bura gəlməsi, gəlmə olması bir faktdır. Ona görə də onlar başlarını aşağı salırlar burada, bu dövlətin qanunlarına tabi olurlar və necə deyərlər, lori şəkildə, lori dildə desəm, səslərini də çıxartmırlar ki, bizim dövlətdir ya yox. Hərçənd ki, bəzi hallarda, bəzi dövlətlərin ərazilərində belə təşəbbüslər olur. Müəyyən sayda əhali bir müddət yaşayandan sonra başlayır öz hüquqlarını tələb eləməyə. Amma beynəlxalq hüquqda həmin tələblər, həmin dövlətin konstitusiyası, qanunvericiliyi və beynəlxalq qanunvericilik, beynəlxalq hüquq çərçivəsində nizamlanır. Yəni, hər yerindən durana qalxıb burada qayıdıb dövlət vermirlər. Ona görə də deyilir ki, ərazi o vaxt dövlətin əlaməti olur ki, bu olur, həmin ərazi olur, həmin xalqın vətəni. Bu birinci fərq. İkinci fərq. Əhali söhbəti artıq yoxdur. Yəni, sadəcə olaraq bir əhali həmin ərazidə yaşayırsa, həmin əhali o dövlətin atributu deyil. Hələ həmin müqayisəni davam elətdirək. Həmin 3 milyon adam ki, Azərbaycandan gəlib burada çörək də alınca,
burada onlar bu dövlətin əlaməti deyil. Çünki bu dövlətin yerli əhalisi var. Xalqı var. Əhali o vaxt dövlətin atributu olur ki, həmin əhalinin müqəddəratı o torpaqda, o sərhədlər daxilində müəyyən olunur. Yəni, o torpaq o xalqın vətənidir. O halda həmin əhali buna başqa dildə xalq deyilir. Xalq dövlətin atributudur, onun əlamətidir. Amma məcburi deyil ki, bir dövlətin əlaməti bircə xalq olsun. Yəni, bu dövlət monoetnik olmağa məcbur deyil. Dünyanın əksər dövlətləri polietnikdir. Yəni, çox millətlidir. Amma həmin xalqlar, əgər bu dövlət hakimiyyəti normal hakimiyyətdirsə, o hakimiyyət bu ərazini və həmin əhalini beynəlxalq standartlara, beynəlxalq qanunvericiliyə, hüquqa və s. uyğun idarə eləyirsə, həm də həmin xalqların hər birinin tələblərini lazımi qədər yerinə yetirirsə, milli, irqi, dini və s. ayrı seçkiliyi aparmırsa, həmin xalqların hər biri bu dövlətin daxilində rahat, firavan, azad, bəxtiyar yaşayırsa, onda həmin xalq siyasi mənada millət olur. Yəni, siyasi xalq olur. Məsələn, deyirlər, Rusiyalılar, Rusiya xalqı. Rusiya xalqı bu dövlətin xalqıdır. Amerika xalqı. Amerikada 300-dən çox xalqın nümayəndəsi yaşayır, amma birlikdə onların hamısına Amerika xalqı deyilir. Yəni, bu xalqlar həmin Amerika dövlətinin atributudur, əlamətidir. Vay o günə ki, həmin dövlətin ərazisində yaşayan ayrı-ayrı xalqlar ayrı seçkiliyə məruz qalırlar. Və orada vahid millətin formalaşması prosesi getmir. Onda həmin xalqlar bu dövlətin əlaməti olmur. Onda bir xalq, o bir xalqın üstündə başlayır ağalıq eləməyə, onun hüquqlarını tapdalamağa və bu dövlətçilik prinsiplərini, dövlətin həm nəzəri, həm də əməli prinsiplərini köklü şəkildə pozur və son nəticədə bu, həmin dövlətin o siyasi qurumun dağılmasına gətirib çıxarır. Ona görə də, əgər əhali xalq olmursa, özünü xalq hesab eləmirsə, onda o dövlətin əlaməti hesab oluna bilməz. Nəhayət, üçüncü əlamət. Həmin sərhədlər daxilində həmin xalqın milli mənafələrini qorumaq, onun təhlükəsizliyini təmin etmək, o ərazinin, ərazi bütövlüyünü təmin etmək, həmin xalqın güzəranını, onun rifahını təmin etmək məqsədi ilə o sərhədlər daxilində siyasi bir təşkilat formalaşdırılır. Bu təşkilata dövlət aparatı deyilir. Yəni, həmin dövlət aparatı dövlət hakimiyyətini özündə təcəssüm etdirir. Bu dövlət aparatı zahirən ayrı-ayrı binalardan və həmin binalarda işləyən müəyyən sayda insanlardan ibarətdir. Həmin insanlar tarixən o hakimiyyətə ayrı-ayrı yollarla sahib olurlar. Məsələn, tutaq ki, qədim ibtida icma dövründə var idi müəyyən ağsaqqallar ki, onlar ənənəvi olaraq bu icmaya rəhbərlik edirdilər. Və yaxud monarxiyada varislik prinsipi vardı, ata ölür, oğlu gəlir. Oğlu qalmırsa qızı gəlir.
Ya qızına icazə vermirlərsə, qardaşı gəlir, qardaşı oğlu gəlir, qohumları gəlir və s. Və buna da həmin xalq təbii baxır ki, hətta ayrı-ayrı dövrlərdə, uzun tarixi dövr ərzində həmin o monarxa Allahın yerdəki nümayəndəsi kimi baxırdılar. Amma indiki dövrdə dünyanın əksər ölkələrindəki demokratik sistem mövcuddur. Seçkilər yolu ilə xalq öz iradəsini üzə çıxardır və müəyyən sayda adamları hakimiyyət başına gətirilir. Həmin hakimiyyət başında dayanan prezident isə baş nazir də ola bilir. O öz komandasını təşkil edir. Ancaq burada siyasi hakimiyyət ayrı-ayrı qollara ayrılır. Olur qanunverici hakimiyyət, icra edici hakimiyyət və məhkəmə hakimiyyəti. Normal dövlətlərdə bu hakimiyyətin üç qolu arasında məhdudiyyətlər qoyulur. Elə məhdudiyyətlər qoyulur ki, onlardan biri o birisinə ağırlıq edə bilməsin, o birisini öz təsiri altına ala bilməsin ki, hakimiyyəti heç kim öz inhisarına çevirməsin. Belə olan halda o dövlət hakimiyyəti normal hesab olunur və o öz xalqının rifahını təmin edə bilir, həm də dövlətinin ərazi bütövlüyünü qoruya bilir. Həm xarici qüvvələrdən, həm də daxili qüvvələrdən. Bax, belə bir dövlət aparatı hər hansı bir dövlətin, siyasi qurumun dövlət hesabı olunması üçün əsas əlamətlərdən biridir. Adətən, klassik nəzəriyyələrdə bu cür dövlət aparatına gecə gözətçisi deyilir. Yəni, əslində, dövlətin funksiyası, missiyası ondan ibarətdir ki, o dövlət aparatı əhalinin rifahını, təhlükəsini elə təmin etməlidir ki, o cəmaat, o xalq gecələr öz evində rahat yatsın. Fikirləşməsin ki, kimsə gəlib ya xaricdən, ya daxildən bu evi qarət eləyəcək, bunları öldürəcək, asıb kəsəcək və s. Ona görə buna deyilir gecə gözətçisi. Bunlar nəzəriyyədədir. Çox danışmaq olar bu haqda. Amma keçirəm əsas məsələyə. İndi baxaq görək, Azərbaycan Respublikası adında bir siyasi quruma biz bu şərtlər daxilində dövlət deyə bilərik ya yox? Başlayaq birinci əlamətdən. Ərazi və yaxud vətən. Müəyyən sərhədlər daxilində. Azərbaycan Respublikası öz müstəqilliyini elan edəndə əvvəllər çox demişəm, ya vəlvələdən, ya zəlzələdən təqribən 86,6 min kvadrat kilometrlik bir ərazidə bu müstəqillik elan olunmuşdu. Yəni, bu dövlət o ərazidə, o sərhədlər daxilində elan olunmuşdu. Hazırda bəs nə qədər bir ərazi? Siz də yaxşı bilirsiniz, dünya da gözəl bilir ki, Azərbaycan iqtidarının öz rəsmi məlumatlarına görə həmin ərazinin 20% yoxdur. Yenə deyirəm, fərqi yoxdur. Nədəndir? Fakt budur ki, 20% yoxdur. Yəni, bu dövlət, bu siyasi qurum, bu sərhədləri, bu ərazini qoruya bilməyibdir. 20%-ni əldən verib. Amma hələ bu çox da böyük bəla deyil. Düzdür, orada qaçqınlar var, köçkünlər var, məcburi və s. və s. Onların hamısının vəziyyətini, halını başa düşürük, amma söhbətimiz o haqda deyil. Ona görə də qoy, bizə qulaq asan, bizə baxan məcburi köçkün olar, qaçqın olar və s. inciməsin ki, biz onların halına qalmır. Yanmırıq, yanırıq. Onlar da Allah bəndəsidir və biz də çox gözəl bilirik ki, kim orada hansı şəraitdə yaşayır. Və onun günahkarının özü də elə Azərbaycan iqtidarıdır. Amma fakt budur ki, 20% yoxdur. Amma bundan da böyük bəla nədir? Qalan əraziyə nəzər salaq, dövlətin sərhədləri var və sərhədlərdə çöllük məntəqələri var. Ki, bu o məntəqələrdir ki, onlardan rəsmi yolla başqa dövlətlərin vətəndaşları bu dövlətin
ərazisinə gəlib gedirlər, ticarət edirlər və s. Humanitar əlaqələrdən tutmuş da iqtisadi ticari əlaqələr kimi saxlayırlar. Amma bu da dövlətin nəzarəti altında olmalıdır. Torpaq haqqı var, torpaq vasitə haqqı var, kömrük var, rüsumlar var və s. İndi baxaq Azərbaycan Respublikasında bunların hansı biri var? Hər bir kömrük məntəqəsində iqtidarın, Əliyevlər klanının öz yaxın adamları oturublar və onlar nəzarət edirlər, o klanın üzvlərinin hansı birinin inhisarında hansı mal varsa, o adam o malı gətirir və kömrükdən yaşıl işıqla keçib gedir. Ondan dövlətin cibinə bir qəpik gəlmir. 10 milyardlarla manat pul dövlətin büdcəsindən kənarda qalır. Bu adamların cibinə gedir. Üstünə gələk ki, o gətirilən malı burada da öz dədələrinin qiymətinə bu xalqa satırlar. Görün, onlar nə qədər bu xalqdan pul oğurlayırlar. Bu xalqın puludur. Görürsünüz, hələ bu xalqın pulu qoyaq bir tərəfə. Sərhəd, bütün perimetr, baş bütöv, elə bil ki, deşik-deşikdir, xəlbirdir. Ruslar demişkən skvaznyakdır, yel vurur. Yel vurur, yengələr oynayır. Baxın, görün, buna dövlət demək olar mı? 20% belə gedib, qalan sərhədlər də nəzarət olunmur. Ancaq şəxsi adamların qazanc mənbəyinə çevrilib, bütün bu ərazi. Birinci əlamət yoxdur burada. Ona görə də buna dövlət demək olmaz. İndi keçək ikinci əlamətə. Azərbaycanda hazırda 100-dən çox millətin nümayəndələri yaşayır. Dini, imanı, əqidəsi, namusu, şərəfi olan hansı bir Azərbaycan vətəndaşı deyə bilər ki, orada türk dilli əhalidən başqa bir xalqın hüquqları müdafiə olunur. Əlbəttə, var, türk dilli əhalidən başqa bir dənə yeganə xalq var ki, onun adını çəkmirlər, o xalqın adı Kürddür, adını heç yerdə çəkmirlər, rəsmi statistikada da məlumatı da yoxdur heç. Ancaq hakimiyyət də onların əlindədir, iqtisadiyyat da, ticarət də hamısı. Həmin o sərhəd məntəqələrində, kömrük məntəqələrində oturan adamların hamısı da milliyyətcə Kürddür. Amma onlar da özlərinə Azərbaycanlı deyirlər. Yəni, deyirlər ki, bu türk dilli əhali ki var, bu dövlətin titul etnosudur güya onların nümayəndələrdir. Bununla belə, yenə deyirəm, bəs qalan xalqlar heç birisinin, heç bir haqqı yoxdur. Mən bu proqramda onları sadalamaq fikrində deyiləm. Çünki bunlar hamısı bəllidir. Birdən başlasam sadalamağa, belə gələk gecə-gündüz aylarla oturam, sizə danışam ki, hansı xalqın, hansı hüquqları harada pozulur. Bu xalqların adı əlindən alınıb, dili əlindən alınıb, onların yaşamaq haqqı əlindən alınıb, onların təsərrüfat, əmək, işləmə haqqları əlindən alınıb, onların təhsil haqqı əlindən alınıb, siyasi haqqları əlindən alınıb. Bu xalqların heç birisinin Azərbaycanda bir haqqı yoxdur ki, özünə bir təşkilat qursun, bu xalqın hüquqları haqqında heç olmasa səsini çıxarda bilsin. Talışlar haqqında çox danışa bilərəm, amma deyirsiniz ki, yenə başladı öz xalqı haqqında. Ehtiyac yoxdur. Onun vəzcisi də, avarı da, saxuru da, parsı, tatı da, onun başqa-başqa xalqları hamısı bir səviyyədədir. Bu, məsələnin bir tərəfi. Axı sizə demişdim ki, bu əhali onda xalq olur ki, onun müqəddəratı bu torpaqda həll olunsun. Yəni, Allah Taala onu bu torpaqda xəlq etmiş olsun. Var çox dövlətlər ki, başqa xalqlar gəliblər, işğal eləyiblər, məskunlaşıblar və olublar o dövlətin xalqı.
Var. Bunun özü də ədalətsizlikdir. Amma fikir verin dünyanın xəritəsinə. Hansı dövlətdə həmin xalqlar, o yerli, aborigen xalqlar ki var, gələn gündən, dövlət quran gündən başlayıblar onların hüquqlarını tapdalamağa, onlar indi bir tarix səhnəsindən silinirlər. Siz türk dilli əhaliyə daha yaxın olduğu üçün diqqət yetirin Türkiyəyə. Onlar da gəliblər. Hansı ildə gəliblər? Konstantinopolu tutublar. Osmanlı İmperiyası qurulub. O dağılıbdır. Türkiyə Respublikası qurulubdur. Və yüzillər boyu həmin ərazidə yaşayan Kürdün, Ələvinin, Zazanın, Assuriyanın, Erməninin, Yunanın hamısının hüquqları əlindən alınıbdır. Hamısı məcburi surətdə Türk yazdırılıbdır. Hətta onların adları da Türk adları qoyulubdur. İndi bu dəqiqə o Türkiyə dağılmaq üzrədir. Və əvvəl sizə bir dəfə demişəm, mənim şəxsi simpatiyamdan və yaxud antipatiyamdan asılı olmadan real proses budur ki, o Türk dövləti dağılır. Onun birinci əlaməti kimi də 80 Kürt deputatı daxil olub bu seçkidə, son seçkidə Türkiyə parlamentinə, hələ üstəlik 3 nəfər erməni deputatı daxil olub. Və hələ məlumdur, Türkiyə hökuməti yarana bilər ya yox, koalisyon hökumət yenə seçkilər olmalıdır və Türkiyənin axırı necə olacaq təqribən görünməkdədir. Və bunun da bir əsas səbəbi odur ki, o dövlət o xalqların hamısını vahid bir xalq şəklində formalaşdıra bilməyibdir. Həmişə çəkib bir tərəfə. Türk və s. Bu Azərbaycan Respublikası da onun yolunu gedir. Vaxtında o dövlətin rəhbərlərinə deyilirdi ki, ay balam, dağılacaq bu dövlət. Yaxşısı budur, özünüz gedin. Heç olmasa federativ dövlət yaradın. Bu böyük xalqlara burada bir muxtar status verin. Onlar da hiss eləsinlər ki, bu dövlətin normal vətəndaşlarıdır. Onlar da o cür. 40'dır, biri əskikdir. Türk'ül və salam. İndi çox çəkinməz. Bir neçə ildən sonra bir də baxarsınız ki, nəinki federasiya olmayacaq. O Türklərin özü yığılıb Anadolu'nun bir bölümündə xırda bir dövlət şəklində qala bilərlər. O da qala bilsələr. Amma başqa xalqlar orada, Kürdü də, o birisi də, bu birisi də hamısı öz haqlarına çatacaq. Buna əmin ola bilərsiniz. Və buna da əmin ola bilərsiniz ki, Azərbaycan dövləti də o yolu getdiyinə görə onun aqibəti də o cür olacaq. Çünki nə bəndə, nə Allah bu haqsızlığı götürməz. Və əvvəl də demişəm, siz türkdilli əhalinin də bu işdə günahı az deyil. Siz də iştirak edirsiniz bu dövlətin dağıdılması prosesində. Amma bu haqda saxlayıram. İndi keçirəm dövlətin 3-cü əlamətinə. 2-ci əlamətinə görə də heç kim iddia edə bilməz ki, elmi mənada, klassik mənada, nəzəri mənada Azərbaycan Respublikası dövlətdir. Bu dövlətdir. 3-cü əlamət, dövlət aparatı, iqtidar, hakimiyyət. Hansı Azərbaycan vətəndaşı, o Respublikanın hansı bir vətəndaşı bugün irəliyə çıxıb deyə bilər ki, orada dövlət aparatı mövcuddur. Ancaq İlham Əliyevin qulbeçələri ki var, onun təyin etdiyi deputatlar, onun yaratdığı partiyaların rəhbərləri, ona xidmət edən, ondan tulapayı alan jurnalistlər, analitiklər, politologlar, ancaq bunlar gecə gündüz də belə də deyirlər. Amma həqiqət bəs necədir? Axı biz hər şeyi öz adı ilə çağırmaq istəyirik. Həqiqət necədir? Həqiqət bundan ibarətdir ki, bu hakimiyyət bu aparatı zorla ələ keçirdi. 93-cü ildə silahlı çevriliş yolu ilə. Sonra da 2003-cü ildə dədə öldü, nə təhər oldu, hələ indiyə kimi
Bu sir məlumdur. Necə oldu, nə vaxt o bu işi çatdırdı, bir-birinə gətirib düzüb qoşdular, hakimiyyət verildi onun oğluna. Və Azərbaycanda əhalinin 10 milyon əgər orada vətəndaş varsa, onun təqribən yarısı deyək, səs vermə hüququna malikdirsə, o 5 milyondan maksimum 1 milyon adam ona səs verə bilər. O da ki, onun o hakim partiyanın üzvləri, o məmurlar ki, onun əlinin altında işləyirlər və s. Bu xalq heç vaxt ona səs verməyib ki, o gəlsin, bunun gecə gözətçisi olsun. Lap hətta səs vermiş olsaydı belə, o xalqın gecə gözətçisi deyil, xalq onun gecə gözətçisidir. O xalqın qulu deyil, xalq onun quludur. Bir dəstə bandit, quldur, yol kəsən, gəlib otururlar, bu xalqı gecə-gündüz soymaqla məşğuldurlar. Bu haqda hələ xeyli danışmışıq, gələcəkdə də çox danışarıq. Azərbaycan həmin o respublika ki, deyirəm, nəzəri cəhətdən heç bir əlamətə görə dövlət deyil. Biz sizinlə birlikdə inşallah o hakimiyyətin son zəngi çalanana qədər bu haqda danışarıq. Allah sizə və bizə ömür versin. Tək. Sizin nəzərinizə bir məsəl, bir tarix çatdırıram ki, bununla siz biləsiniz ki, bu ailə, Əliyevlər ailəsi və bu iqtidar nədir? Bunun mahiyyəti nədən ibarətdir? Bunun dini, imanı, bunun əqidəsi nədən ibarətdir? Sovet hökuməti vaxtında Azərbaycanlı bir rəssam Moskva şəhərində yaşayırdı. İndi Allah rəhmətinə gedib, Allah rəhmət eləsin. Yaşlı adam idi və Heydər Əliyev Moskvada o vaxtlar yaşayanda onunla xüsusən vəzifədən gedəndən sonra şəxsi dostluq eləyirdi. Gedib gəlirdilər bir-birinin yanına, oturub iki qoca kişi söhbətləşirdilər. 93-cü ildə Heydər Əliyev Azərbaycan prezident kürsüsünü zorla ələ keçirəndən sonra, biraz keçəndən sonra bu kişini, adını özüm çəkmirəm, o kişini dəvət eləmişdi ki, ona göstərsin, artıq prezidentdir və Azərbaycan onun əlindədir. O kişi o görüşdən qayıdandan sonra sarsılmışdı. Hərçənd ki, Heydər Əliyev onu dəvət eləmişdi Bakıya. Gəl, burada necə şərait lazımdır, qurum, nə qədər istəyirsən, kinofilm çək, neyinsən, elə və s. və s. Amma qalmamışdı orada, qayıdıb gəlmişdi, həm də sarsılmışdı. Bəlkə də o dərddən elə öldü o yazıq. Niyə? O ki, başlamışdı xalqdan danışmağa, bu xalq belə gəldi, belə getdi, Heydər Əliyev ona bir cümlə demişdi. Öz itini aç saxla ki, qoy sənin ardınca qaçsın. Babalı o rəhmətliyin boyundadır. Allahın dərgahındadır. Bu onun dilindən çıxan sözdür ki, Heydər Əliyev bu sözü ona deyibdir. Siz o dövlətin türk dilli etnosu, onun titul etnosu sizə, bizə, hamımıza birlikdə, bir yerdə Heydər Əliyev əvvəl it deyib. Sonra da deyir ki, o iti aç saxla ki, sənin dalınca qaçsın. O özü, o siyasəti yeritdi, indi də onun oğlu onun yeridir. Bütün 10 milyon əhalini aç saxlayır və həmin 10 milyon əhalinin orada qalan nə qədəri varsa, bir 5-6 milyon qalıb orada, onlar da gecə gündüz, bax, İlham Əliyevi görən kimi ayağına düşürlər. Bax, o it kimi onun dalınca qaçırlar. Bu, dövlət aparatıdır mı? Bu dövlət, bu iqtidar, deyim, nə ərazini qoruya bilmədi. Bu ərazidə yaşayan, bütün xalqları bir-birinizə salışdırıb, hamısını bir-birinə düşmən edib. Yəni, bu vətəndaşları vahid bir xalq kimi formalaşdıra bilməyib, millət kimi formalaşdıra bilməyib. Gələn gündən başlayıb türk, bir millət, iki dövlət, türk var, başqaları yoxdur,
adımızı da dəyişdirib, hər şeyi dəyişdirib, hətta o dövlətin rəsmi televiziya ekranlarında tanışın ləhcəsinə də irad tuturlar. Bunları hamısı siz gözəl bilirsiniz. İndi o dövlət aparatıdırmı? Əvvəla onu biz qurmamışıq. İkincisi də ki, o bizim deyil. O bizim hamımıza bir yerdə düşməndir. Amma bizim fərqimiz nədədir? Biz öz haqqımızı tələb edirik, mübarizə aparırıq, amma siz nə öz haqqınızı tələb eləmirsiniz, həm də üstəlik bizim ağzımızı yummaq istəyirsiniz ki, biz Azərbaycanı dağıtmaq istəyirik. Azərbaycan adına güya bir dövlət var, biz onu dağıdırıq. Yoxdur belə bir dövlət. Sadəcə olaraq bir dəstə quldur, elə bir ki, o ərazinin müvəqqəti öz əlinə keçiribdir və gecə-gündüz orada yaşayan o xalqa, o əhaliyə qan uturmaqla məşğuldur. Siz buna dözürsünüz. Biz dözmürük. Siz o dövlətə, o iqtidara düşmən demək əvəzinə bizə düşmən deyirsiniz. Ona görə də sizin taleyiniz, sizin yaşayışınız, sizin güzəranınız o vəziyyətdədir. Güya, formal, adda sizin dövlətiniz var, amma siz heç nəyin sahibi deyilsiniz. Gözünüz ancaq başqa dövlətlərdədir. Gecə-gündüz günə baxan kimi boylanırsınız Rusiyaya tərəf, ya başqa dövlətlərə tərəf ki, nə vaxt balalarınız bir tikə çölə pulu göndərəcək, siz gedib dükanların borcunu verəcəksiniz. Nisyə malın pulunu verəcəksiniz. Nə vaxt pul göndərəcəklər, balalarınıza bir toy eləyərsiniz. Nə vaxt pul göndərərlər, gedib ölülərini bastırarsınız. Bax, bu dövlətdir. İndi aydın oldu mu ki, mən niyə görə söhbətimin əvvəlində elə sual qoydum ki, Azərbaycan Respublikasında dövlət demək olar ya yox. Nəzəri, elmi cəhətdən, əməli cəhətdən, bütün cəhətlərdən heç bir vəçlə ona dövlət demək olmaz. O dövlət 24 ildir yaxşı ya pis yaşayır, bu müddətdə nələr əlinə keçibsə, qarət eləyib, daşıyıb aparıbdır, daha bir şey də qalmayıb. Ona görə də o dövlətin axırıdır. İndi siz, ey türk dilli əhali, gecə-gündüz öz yaxanızı cırsanız da, şivan qoparsanız da, elə bir qurum yaşaya bilməz. Çünki 21-ci əsrdir. Dünyada başqa sivilizasiya mövcuddur. Başqa siyasi prinsiplər mövcuddur. O dövlətlər bircə Azərbaycan deyil, başqa dövlətlər də var. Onlar hamısı bir-bir tarix səhnəsindən silinəcəklər. Və hansı bir xalq özünü saxlaya bilibsə, öz dilini qoruyubsa, özünü dərki varsa, özünü dərk eləyirsə, öz haqqını tələb eləyirsə və onun torpağı, onun vətəni, həmin xalqı saxlamaq iqtidarındadırsa, o xalqlar öz haqqına çatacaqlar. O cümlədən bizim Talış xalqı. Buna əmin ola bilərsiniz. Salamat qalın, inşallah gələn proqramımızda söhbəti davam etdirəcəyik. Sen kimi bir yarım olaydın, hemi bu xalqımdan o mənim karım olaydın. Əhd eləmişəm sen kimi bir yarım olaydın, hemi bu xalqımdan
ne diyeyim şükür Kur'an'ın keremine ne diyeyim şükür Kur'an'ın keremine. Aşk ile mecnun etmiş bizi bir hur cemal. Her dem onun elinden görmekte işmin zeval. Zülfünün erkemendi, sabrımı saldı benden. Himalaya aldı elim, denizindeki kara kar. Ah ne kadar ağırdır hasiyeti dilberin. Ah ne kadar ah ne kadar ağırdır hasiyeti dilberin. Doğrudan da çok soldu bize yüz veren bu hal geldi. Benim yanıma bugün perişan kimi. Yandım ona yürekten, verdim bile bir sual. Ey nazenin nigarım, bu yağlamak nedendir? Ey nazenin nigarım, bu yağlamak nedendir? Dedi ki sensiz olmuş yüreğim pejmürde hal. Yara bu hal ne haldır, kim görse bu cemalı. Her gözde ayrı renkle zilveraner bir hayal. Hakanı aferindir, yaradana görmeyecek. Hakanı aferindir, yaradana görmeyecek. Sudan topraktan böyle yaratmış üstünü cemal. Köydümüz zülfünden alan gül. Kurban eleyim gül şey çeşmindeki kaller. Olmaz bir akamet, bir gerden bir sine. Sine ben yana deyim şükür Kur'an'ın keremine. Ben yana deyim şükür Kur'an'ın keremine. Ben yana deyim şükür Kur'an'ın keremine. Ben yana deyim şükür Kur'an'ın keremine ya. Merhaba,
muhterem izleyenler. Bugün Dünya Zaman ve Hayat programının 6. yayınına başlıyoruz. Geçen hafta programımızı bölgemizdeki siyasi olaylar ve bölgemizle ilgili olarak dünyada vuku bulan gelişmelerle açmıştık. Bu programda ise sadece İran ile P5+1 ülkeleri, yani Amerika Birleşik Devletleri, Rusya, Çin, Fransa, İngiltere ve Almanya arasında Viyana'da imzalanan anlaşmaya değinmeyi, anlaşmanın uluslararası camia ile dünya kamuoyundaki yankılarını ve Orta Doğu'daki muhtemel etkilerini irdelemeyi düşünüyorduk. Ancak 20 Temmuz Pazartesi Urfa'nın Suruç ilçesinde vuku bulan ve neticeleri itibariyle tam bir katliama dönüşen terör saldırısı bizi bu düşünceden alıkoydu. Suriye sınırında yer alan Suruç, sınırın karşı yakasındaki Kobani'ye komşu bir ilçe. Terör eyleminin gerçekleştirildiği 20 Temmuz ise Suriye Kürdistanı Rojava'da devrimin yapıldığı gündür. O gün Suruçlular Rojava devriminin 3. yılını kutluyor. Kutlamalara Sosyalist Gençlik Dernekleri Federasyonu'na mensup 300 genç de katılıyordu. Türkiye'nin Bursa, Samsun, Trabzon, Ordu, Hatay gibi 19 illerinden hareketle İstanbul'da toplanan, yaşları 19 ila 30 arasında değişen, ekseriyeti üniversite öğrencisi, sanatçı olan kızlı erkekli bu gençler önce İstanbul'a gelmişti. Bunlar orada Irak Şam İslam Devleti IŞİD tarafından yerle bir edilen Kobani ahalisi yararına bir bağış kampanyası düzenlemiş, kitap, kalem, defter ve oyuncak gibi yardım malzemesini de yanlarına alarak İstanbul'dan otobüslerle Urfa'ya hareket etmişlerdi. Urfa girişinde otobüsleri emniyet güçleri tarafından didik didik aranan bu gençler buradan Suruç'a gelmiş, burada da aramaya tabi tutulmuştu. Onların amacı Suruç'tan Kobani'ye geçmek, hem topladıkları yardım malzemesini halka dağıtmak, hem de Rojava devrimiyle dayanışma içinde olduklarını göstermek için bir hafta Kobani'de kalıp şehrin yeniden inşası yolunda Kobanililerle inşaatlarda çalışmaktı. Ancak Urfa Valiliği onların Kobani'ye geçişine müsaade etmedi. Ne de yardım malzemesinin Kobanililere ulaştırılmasına izin çıktı. Bunun üzerine aralarında Türk, Kürt, Alevi, Laz, Çerkez ve Ermenilerin de bulunduğu bu gençler Sosyalist Gençlik Dernekleri Federasyonu adına basın açıklaması yapmak için 20 Temmuz günü sabah saatlerinde Suruç'un Amara Kültür Merkezi'nde toplandılar. Kendilerini Suruç'ta bu merkez ağırlamaktaydı. Açıklamayı izlemek isteyen Suruçlular da merkez binası önünde toplanmıştı. Emniyet güçleri ise hem bu gençleri hem de orada toplanan ahaliyi sıkı bir gözetim altına almıştı. Basın açıklaması tamamlanmak üzereyken korkunç bir patlama meydana gelir. Etraf kan gölüne döner. Patlamanın şiddetiyle paramparça olan insanların kolları, bacakları etrafa saçılır. Acil yardım gerekmektedir. Ancak patlamayı uzaktan izleyen emniyet güçleri duruma müdahale edeceklerine hemen ana yolu kapatıp ambulansların Amara Kültür Merkezi'ne ulaşmasına engel olurlar. Patlama nedeniyle kızlı erkekli 32 aydın genç hayatını kaybeder. 100'den fazlası da yaralanır. Yaralananlardan 20'sinin durumu ağırdır. Patlamayı üstlenen olmaz. Fakat bunun 19 yaşlarında olan ve Adıyaman'da ikamet eden bir intihar eylemcisi tarafından gerçekleştirildiği belirlenir. Adıyaman, Türkiye'nin IŞİD'e en fazla militan veren ilidir. Urfa'da, Suruç'ta Kobani'ye insani yardım götürmek isteyen gençler topladıkları yardım malzemesi de buna dahil olmak üzere emniyet güçleri tarafından didik didik aranırken IŞİD mensupları Adıyaman'da ellerini kollarını sallayarak bu güçlerin gözü önünde serbestçe dolaşmaktadır.
Bu terör eylemi Suruç başta olmak üzere Türkiye'nin tüm il ve ilçelerinde, tabi Kobani'de de tam bir şok etkisi yaratır. Eyleme Le Monde gibi gazeteler, Reuters, BBC gibi uluslararası haber ajansları flash haber olarak anında tepki verirler. ABD, Rusya liderleri, Birleşmiş Milletler Genel Sekreteri Ban Ki-moon da tepki verenler arasındadır. Başka bir deyişle Suruç'ta vuku bulan bu terör saldırısı dünyada geniş yankı bulur. Saldırının Türkiye'deki yankılarına gelince ilk tepki Halkların Demokratik Partisi'nden Amara Kültür Merkezi başta olmak üzere Türkiye'de faaliyet gösteren sivil toplum kuruluşlarından gelir. Bunu Cumhuriyet Halk Partisi'nin Cumhurbaşkanı Recep Tayyip Erdoğan ile Başbakan Ahmet Davutoğlu'nun tepkileri izler. Ancak bir farkla Erdoğan ve Davutoğlu Kuzey Suriye'de IŞİD'e karşı mücadele veren PYD öncülüğündeki Kürt güçlerini ima ederek terörün her türünü lanetler, Suruç'taki kanlı eylemi ise sadece bir cümleyle geçiştirmeyi tercih ederler. Buna karşın Halkların Demokratik Partisi, Cumhuriyet Halk Partisi ve sivil toplum kuruluşları Suruç'la ilgili olarak doğrudan iktidardaki Adalet ve Kalkınma Partisi ile Cumhurbaşkanı Erdoğan'ı ve Başbakan Davutoğlu'nu suçlarlar. Suruç'ta katledilen vatandaşlar Türk vatandaşıdır. Vatandaşların can güvenliği ise devletin, özellikle de hükümetin, dolayısıyla Türkiye Cumhurbaşkanı ile Başbakan'ın sorumluluğundadır. Ayrıca Cumhurbaşkanı Erdoğan defalarca Kuzey Suriye'de Kürt bölgelerini IŞİD canilerinden kurtaran, bundan dolayı da Amerika'nın, Avrupa'nın takdirini kazanan PYD'nin Amerikan savaş uçaklarının bombaladığı IŞİD'den daha tehlikeli olduğunu açıklar. Davutoğlu da onun açıklamasını aynen tekrarlar. Sosyalist gençlik derneklerine mensup gençlerin Kobani'ye insani yardım götürmesi idari makamlarca engellenirken Türk hükümeti devlet kurumları vasıtasıyla IŞİD'e 1000 tır dolusu silah, mühimmat ve çeşitli malzemeler göndermiştir. AK Parti hükümetinin baştan beri IŞİD'i desteklediği bilinen bir gerçektir. Son zamanlarda ise hükümet bu cinayet şebekesini Kuzey Suriye'de demokrasi mücadelesi veren, bu nedenle ABD'nin ve Batı'nın desteğini alan PYD'ye ve diğer Kürt güçlerine karşı kullanmaya kalkışmıştır. ABD'nin ve Batı'nın Kürt güçlerine desteği hem Cumhurbaşkanı Erdoğan'ı hem de Başbakan Davutoğlu'nu zor durumda bırakmaktadır. Onlar bu desteği görmemezlikten gelemez. Geldikleri takdirde Türkiye'nin ABD ve batılı güçler tarafından cezalandırılacağını iyi bilirler. IŞİD'e karşı yaklaşımlarını da bir anda değiştirmeleri mümkün değil. Zira Türkiye'ye iyiden iyiye sızmış olan IŞİD bu sefer de Türk devlet kurumlarını hedef alır ve bu kurumlara karşı terör eylemlerine kalkışabilir. Velhasıl Başbakan Davutoğlu zor durumda. Cumhurbaşkanı Erdoğan'ın durumu ise onunkinden daha da zor. Geçen haftaki yayınımızda belirtmiş olduğumuz gibi Türk hükümeti ABD'ye İncirlik üssünü kullanma yetkisi vermişti. Amerikalılar Diyarbakır Havaalanı'nı da kullanımını talep etmekteler. Eğer İncirlik üstünden ve Diyarbakır Havaalanı'ndan kalkacak insansız hava araçları IŞİD mevzilerini buralardan da bombalayacak olursa sanırım Erdoğan ile Davutoğlu'nun, dolayısıyla AK Parti hükümetinin durumu daha da zorlaşır ve içinden çıkılamaz bir hal alır. Başka bir deyişle Türkiye'de iş başında olan iktidar Erdoğan'a veya Davutoğlu'na bakmaksızın süratle Ankara'nın Suriye politikasını IŞİD'e karşı Kuzey Suriye'de mücadele veren PYD'ye ve oradaki Kürt oluşumlarına karşı değiştirmek zorundadır. Eğer biz Suruç'ta intihar saldırısının düzenlendiği gün Adıyaman kırsalında da hemen hemen aynı saatlerde asker PKK çatışmasının vuku bulduğunu,
çatışmada bir başçavuşun öldürüldüğünü, 2 yerin yaralandığını ve vurulan başçavuşun son 2,5 yılda ilk şehit olduğunu göz önünde bulunduracak olursak, Türkiye'deki iktidarın Kürt sorununa ve PKK'ya olan tutumunu da ivedilikle değiştirmesi gerektiğini rahatlıkla anlayabiliriz. Halbuki Davutoğlu hükümeti büyük bir ihtimalle Cumhurbaşkanı Erdoğan'ın talimatıyla çözüm sürecini rafa kaldırmakta, PYD'ye olduğu gibi PKK'ya yaklaşımını da sertleştirmekte, hatta askeri bir operasyon hazırlığı içinde hem Suriye sınırına hem de Doğu ve Güneydoğu Anadolu'nun Kürtlerle meskun il ve ilçelerine askeri yığınak yapmaktadır. Buna ilişkin olarak Türkiye'de farklı senaryolar üretilmektedir. Bu senaryoların başında ise Türkiye'nin Suriye'ye asker sokması gelmektedir. İran, Türkiye'nin asker sokması durumunda Suriye Türk askerine mezar olacaktır diye Ankara'yı daha baştan ikaz etmişti. Amerikan savaş uçakları Kuzey Suriye'de Kürt bölgelerine yönelen IŞİD mevzilerini bombalamaya da devam etmekteler. Türk askeri birliklerinin Kürt bölgelerine yönelmesi durumunda Amerikalılar nasıl bir tepki verir bilinmez. Fakat bunu tasvip etmeyecekleri açıktır. Bununla beraber Türkiye'nin Suriye'ye asker sokması, özellikle de askeri birliklerin Kürt bölgelerine yönelmesi durumunda PKK'nın elini kolunu bağlayıp oturmayacağını, Türk devletine karşı yeniden silaha sarılacağını, silahlı eylemlere çok sayıda Kürt'ün de katılacağını tahmin etmek için kahin olmaya gerek yok. Nitekim Cemil Bayık, Murat Karayılan gibi PKK liderleri Kandil'den yapmış oldukları açıklamalarla Türk askeri Suriye'ye girecek olursa Türkiye'de iç savaş çıkar diye geçen hafta Davutoğlu hükümetini ikaz ettiler. Bu arada fırsattan istifade ederek 13 Temmuz günü Viyana'da İran ile P5+1 ülkeleri arasında imzalanan nükleer anlaşma vesilesiyle İran'ın ruhani lideri Ayatullah Ali Hamenei'nin de uluslararası camiayı ikaz ettiğini belirtelim. Ayatullah Ali Hamenei'nin 17 Temmuz Cumartesi günü Tehran'da bir açıklama yaparak anlaşmayı olumlu bulduğunu, ancak İran'ın Orta Doğu politikasında herhangi bir değişikliğe gidilmeyeceğini, kendilerinin Filistin'i, Yemen'i, Bahreyn'i desteklemeye devam edeceklerini, Irak ve Suriye'de ise iş başındaki iktidarlara verdikleri desteği aynen sürdüreceklerini söyledi. Ruhani liderin bu açıklamasının Ankara'da Suriye'ye askeri harekat tartışmalarının yapıldığı günlere rastlaması bilhassa Türkiye açısından açıklamanın çok manidar olduğunu göstermektedir. Haftaya aynı gün ve saatte görüşmek üzere. Kalın sağlıcakla. Heydər baba yıldırımlar çaxanda, Heydər baba yıldırımlar çaxanda, Seller sulan şaqqıldaşı baxanda, Seller sulan şaqqıldaşı baxanda, Qızlar ona səhv bağlayıb baxanda, Qızlar ona səhv bağlayıb baxanda, Salam olsun Şövkət İzzəyizən, Mənim də bir adım gəlsin dirizən. Salam olsun Şövkət İzzəyizən, Mənim də bir adım gəlsin dirizən. Heydər baba gün sinəni dağlasın, Heydər baba gün sinəni dağlasın, Üzün gülsün qulaqlarım ağlasın, Üzün gülsün qulaqlarım ağlasın, Uşaqların bir dəstə gül bağlasın.
gələndə ver gətirsin bu yalan, bəlkə mənim yatmış vaxtım o yalan. Yel gələndə ver gətirsin bu yalan, bəlkə mənim yatmış vaxtım o yalan. Heydər baba İgidəmə yitirməz, ömür keçər, əfsus bəhrə yetirməz, yetirməz ay. Kəc oldu, Heydər baba yolum səndən kəc oldu. Ömür keçdi gələnmədim gec oldu, ömür keçdi gələnmədim gec oldu. Heç bilmədim gözəllərin nec oldu, heç bilmədim gözəllərin nec oldu. Bilməz idim döngəlik var, dönüm var, İtkinlik var, ayrılık var, ölüm var. Bilməz idim döngəlik var, dönüm var, İtkinlik var, ayrılık var, ölüm var.